Salam, hər vaxtınız xeyir, dəyərli abituriyentlər, dəyərli şagirdlər, xoş gördük sizləri. Bugün 18 yanvar tarixində 2026-cı ildə deməli, Respublika Fən Olimpiadasının rayon şəhər mərhələsi keçirilib və bu mərhələdə iştirak edən şagirdlər təbii ki, bir neçə saatdır mənə dalbadal mesajlar, WhatsApp, YouTube, nə bilim nə, hamısından gəlir ki, müəllim izah eləyin, tamam, alın sizə izah. Uşaqlar, deməli, kanalımıza abunə olaraq, bəyənərək videomuza baxan hər kəsə uğurlar arzulayıram. Bax, belə səhv başa düşməyin. Çünki bir bəyənməni çox görməyən adama, görən adama təbii ki, mən onu diləməyəcəm. Deməli belə, niyə? Baxırsınız, faydalanırsınız, amma bir dənə bəyənmə, bir dənə abunə olma nə böyük bir şeydir. Belə deyək. Uğur olsun hamınıza. Xüsusən də dediyim kimi, bəyənərək, abunə olaraq baxanlara. Uşaqlar, deməli, keçək suallarımızın izahına. Bu bir tərəfdə solda gördüyünüz blok üçün olan sürət qrupumuz haqqında qısaca məlumatdır. O sürət qrupumuza da artıq indidən qeydiyyat başlayıb. Çünki həddsiz dərəcədə çox şagirdlər istəyir. Ona görə indidən başladıq qeydiyyata. Deməli belə, verilmiş izahlara uyğun gələn sözün düzgün ardıcılığını müəyyənləşdirin. Öz gəlişi ilə bir yeri və ya şəxsi şərəfləndirmə, deməli nə deməkdir? Təşrif buyurmaq, xoş gəlmək, belə deyək. Bir işi görmək üçün həvəsləndirmə, şövqə gətirmək təşviqdir. Bədəni müəyyən üsulla kəsib əməliyyat aparma təşrihdir. Narahatlıq, həyəcan, təşviş keçirmək təşvişdir. Tanınma, təyin etmə də təşxisdir. C variantı. Belə. İkinci sualımıza baxırıq. Yanlış olanlar müəyyən edindir. Əl açmaq. Demək, frazoloji birləşmələr verib, frazoloji birləşmənin izahını verib və sinonimini verib. Əl açmaq ehtiyacı olan bir şeyi istəmək deməkdir. Bu doğrudur. Bəs izahı əl qaldırmaq deməkdirmi? Yox, təbii ki. Göyə çəkilmək yox olmaq deməkdir, amma qabağına yazıb ki, çox sevinmək. Təbii ki, yanlışdır. Qanad açıb uçmaq, bu 7-dir yəqin ki, bəli. Qanad açıb uçmaq sevinmək deməkdir. Göyə çəkilmək başqa bir şeydir, bu da yanlışdır. Yolunu, deməli, çəmini tapmaq, yolunu, üsulunu bilmək deməkdir, bəli. Dilini bilmək də ola bilər, frazoloji birləşmə kimi sinonimi. Boyun olmaq, səhvini etiraf etmək deməkdirmi? Təbii ki, yox. Boyun olmaq, boynuna götürmək, boynuna almaq. Bax, sinonimi düz verilib, amma mənasının izahı səhvdir. Kürkünə birə düşmək, narahatlıq keçirmək, narahat olmaq deməkdir. Təşvişə düşmək də onun sinonimi ola bilər. Deməli, biz də minusları götürəcəyik, çünki yanlışları deyib. Deməli, 2, 4, 6, 7 cavab Y variantı. Növbəti sualımıza baxaq. Üçüncü sual biraz dolaşıq suallardır həqiqətən də. Deməli deyir ki, yazılışında səhv yoxdur. Burada səhv yoxdur verib. Ortada yazılışında bir səhv var, burada da yazılışında 2 səhv var. İndi uşaqlar, baxın, burada da plus yanlışı seçməlisiniz. Təsəvvür edirsiniz, dolaşıq yollardasınız. Deməli, yazılışında səhv yoxdur. Humanitar siyasət məsələləri şöbəsi, bu doğrudur. Burada bir səhv yoxdur, düz deyir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində kənd və təsərrüfat sözləri kiçiklə yazılmalıdır. Ona görə bu yanlışdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, bu doğru yazılıb. Yəni, yazılışında səhv yoxdur, doğrudur. Yazılışında bir səhv olanlara baxacaq. Bir səhv olanlara plus qoyacağım. Beynəlxalq Ana Dili Günü. Dili burada böyük hərflə yazılmalıydı. Bir səhv var. Sonra Azərbaycan Respublikasının Baş Naziri. Nazir sözü burada kiçiklə olmalıydı. Baş sözü böyüklə yazılır. Ona görə burada da bir səhv var. Əməkdar incəsənət xadimi. İncəsənət xadimi. Burada bir səhv varmı? Bəli, səhv. İncəsənət sözü, əməkdar incəsənət xadimi, əməkdar xalq artisti, əməkdar elm xadimi və s. Bu kimi birləşmələrdə bir dənə birinci söz, əməkdar sözü böyüklə yazılır. Ona görə burada bir səhv varmı? Bəli, var. Bəs buna mən bir səhv burada da var idi də, bəli. Mən özümü çaşdırıram, plus qoymalıydım bayaqkini. Yazılışında 2 səhv olanlara baxaq. Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsi. Baxın, institutun nəzdində şöbələr belə kiçik hərflə yazılır. Burada bir səhv yoxdur. Burada yazılıb ki, 2 səhv var. Bu səhvdir. 2 səhv yoxdur orada. Bakı şəhər icra hakimiyyəti. Burada da hakimiyyət sözü böyüklə yazılmalıydı. Bir də şəhər sözü böyüklə yazılmalıdır. 2 səhv var. Buna plus qoyacağım. 2 səhv var. Burada da neçədir? 9-dur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Burada da bir səhv yoxdur. Amma burada yazıb ki, 2 səhv olur. Deməli, səhv yoxduları 2 səhv var deyir. 2 səhv olanı götürməyəcəyik buradan. 7-ni götürəcəyik. Burada çünki yanlışı deyib. Burada da 9-u götürəcəyik. Buradan da 2-ni götürəcəyik. 2, 7, 9 C variantı.
Hə, bu suala baxaq. Burada da deməli nə deyir bizə? Balinalar beyinlərindəki maqnit xüsusiyyətli kristallarla istiqaməti müəyyən edir. Yerin maqnit sahəsindəki dəyişikliklər balinaların sahilə çıxmasına səbəb olur. Bu cümlələrin ən gözəl birləşmiş variantı D variantıdır uşaqlar. D variantıdır. Bu sualın üstünə çox qalmıram. Özünüzdə birləşdirib baxa bilərsiniz. 5-ci sualımızda deyir ki, 5-ci sualımızda deyir, cədvələ əsasən doğru fikirləri müəyyənləşdirin. Uyğun fikirlərdə, yəni uyğun fikirləri. Mübtəda kimi xitabın deməli xitabın da forması ilə məzmunu arasında fərq olur. Bax, xitabda forma məzmun fərqi var. Məzmunca xitabları ikinci şəxsə ünvanlayırıq. Amma formaca üçüncü şəxsdə olur. Amma mübtədada belə bir şey yoxdur. Doğru verib, amma yanlışdır deyək. Sən də bu axşam yola düşəcəksən. O da deyir ki, hə, necə məgər? Hə, ikinciyə baxırdıq, eləmi? Adam gəldi ona görə. Deyirsən, sən də bu axşam yola düşəcəksən. Hə, necə məgər? Baxın, burada hə deyib, yəni söz cümlə var. Deyir ki, söz cümlə işlənməmişdir. Söz cümlə var, sonra özü bir dənə də sual verib. Bu söz cümlə sayılır, ha. Deməli, bu doğru fikirdir. Qabağına yanlış yazıb. Aha. Daha doğrusu söz cümlə işlənib dedim də. Hə, düzdür. Burada da deyir ki, söz cümlə işlənməmişdir. Hə, yanlışdır, yanlış yazıb. Yanlışa yanlış doğrudur da. Bəli. İşlənib. Söz cümlə var, sonra sual verib. Heç kəs səni məncə başqa cür başa düşə bilməz. Mürsəl müdirinə sözsüz itaət edir. Verilmiş cümlələrdə deyir, fərqləndirilmiş sözləri vergüldən asılı olaraq müxtəlif sintaktik vəzifədə düşünmək olar. Bəli, modal söz kimi də düşünə bilərsiniz. Adi bunu mən qədər mənasında, bunu da sözsüz sifət kimi düşünə bilərsiniz. Deyir ki, burada doğru fikirdir, amma qabağına yanlış qoyub da. Bəli, iki cür düşünə bilərik iki sintaktik vəzifədə. Həmçinin sözlərin ifadə vasitələri sinonim və antonim sözlərlə ola bilər. Bəli, ola bilər. Məsələn, gecə, gündüz, sayıram belə ola bilər. Əks mənalı sözlər də ola bilər, yaxın mənalı da. O adəti üzrə səbir və təmkinlə danışırdı. Əfsəl və nəinki sabiq dostu Veysələ bel bağladı. Əksinə onu daha artıq təqib etməyə başladı. Birinci ara söz işlənsə də ikincidə işlənməyib, amma burada da var əksinə adəti üzrə. Deməli, yanlış fikirdir, yanlışa da yanlış yazdığı üçün doğrudur. Deməli, nə götürəcəyik? 2, 4, 5, B variantı. Hə, bu suala baxırsınız. Bu sualda nə deyir bizə? Deyir ki, verilən sözlərə uyğun olaraq müvafiq şərtlərə görə qruplaşdırın. Qruplaşdıraq da, siz. Deməli, burada bizə deyir ki, yalnız isimdir. İsmin iki müxtəlif halında düşünülə bilər. Bir də həm isim, həm də başqa nitq səsi kimi düşünülə bilər. Məsələn, yarı, yarımaq feili kimi də düşünə bilərik. Yarımaq, bir də yarı gözləyirəm, məsələn, belə də düşünə bilərik. Nəysə ki, yarı hissə də düşünmək olar. Deməli, fərqli nitq səsi olur. Fərqli nitq səsi, həm isim biri bura yazacaq. 2-yə, maya qədər, may ayına qədər deyə bilərəm. Bir də maya, nəyinsə mayası. Deməli, bu həm yönlük halda ola bilər, həm adlıq halda, amma kisə isimdir. Deməli, bunu buraya yazacaq. Çaydan qaynadı, bir də çaydan keçirəm. Çıxışlıq halda və adlıq halda düşünülə bilər, amma kisə isimdir. Bunu da buraya yazacaq. Sonra qaya. Qaya sözünü biz nə cür düşünə bilərik ki, ümumiyyətlə? Qaya bir dənə isimdir, amma bir halda düşünülür. Ən yaxşısı bunu götürməyək heç nəyə. Ada uyğundur. Məsələn, bu ada uyğundur. Bir də deyək ki, ada. Məsələn, 4 tərəfi su ilə əhatə olunmuş yer. Adlıq halda da ola bilər, yönlük halda da ola bilər. Amma ikisində də isimdir. Bunu da götürəcəyik. Deməli, bura. Dini sifət kimi də düşünə bilər. Bir də dini, onun dini, mənsubiyyət şəkilçili və ya hal şəkilçili söz kimi də düşünə bilər. Deməli, fərqli nitq səsi oldu. Bunu yazaq bura. 7. Çənə su doldurduq, bir də çənə qızışdı. Yəni, isim kimi düşünülür istənilən halda. Bunu da yazaq bura. Elə 2, 3, 5, 7 variantı, Y variantı gəldi cavabımız. 10-dakı nədir? Baxaq görək, 8-ə də baxaq. 8 şiş, feil və isim kimi düşünülür. Şişmək, bir də şiş. Buta. Butanı ümumiyyətlə düşünə bilmərik. İki cür düşünülmür. Şəxsi mənafiyə, bir də o şəxsi gördüm. Sifət kimi də işlənə bilər. İsim kimi də işlənə bilər. Bu da. Cavab Y variantı, uşaqlar. Biraz uzun danışmalı oluram, məcbur. Deməli, axşamın düşməsinə az qalırdı ki, kəndə çatdım. Tabeli mürəkkəb cümləsinin baş cümləsi sadə cümlənin hansı növünə aiddir?
Axşamın düşməsinə az qalırdı ki, kəndə çatdım. Baxın, burada ikinci tərəfdə baş cümlə ki, bizi aldatmasın. Kəndə çatdım cümləsi necə cümlədir? Müəyyən şəxsli cümlədir. Müəyyən şəxsli genişdirmi, yoxsa müəyyən şəxsli müxtəsərdirmi, amma genişdir. Haraya, kəndə. Ona görə B variantını götürəcəyik. Müqayisə cədvəlinə əsasən düzgün fikirləri müəyyənləşdirin. Ey könül, min namə yaz bir gülzarın eşqinə. Nə et yaz? Nəyi naməni? Qeyri-müəyyən təsir kal. Neçə namə? Min. Bir gülzarın eşqinə. Nə üçün? Gülzarın eşqi üçün. Zərflikdir, məqsəd zərfliyidir. Hansı gülzarın? Bir. Burada bir saydı. Onun mühəndis işləyən dayısı 1992-ci ildə vətən uğrunda şəhid olmuşdu. Şəhid olmuşdu kim? Onun dayısı. Üçüncü növ. Nə vaxt? 1992-ci ildə. Nə üçün? Vətən uğrunda. Uğrunda da qoşmadı bu arada. İsmin təsiri kal ilə ifadə olmuş tamamlıq var. Namə yaz, naməni yaz, bu doğrudur. Həm əsas, həm də köməkçi indiksələr işlənmişdir. Burada uğrunda sözü var. Birincidə də ey sözü var burada. Doğru, bu ortaq cəhətdir, yanlışdır. Söz birləşməsilə ifadə olmuş dəflik işlənmişdir. Burada var idi, hər ikisində var. Bunu yanlış götürəcəyik. Təyin işlənməmişdir. İkinci cümlədə təyin yoxdur. Birinci cümlədə amma var, min var, bir var. Bunu doğru götürəcəyik ikinci cümlə üçün. Məqsəd zərfliyi ortaq cəhətdir. Bayaq dedim, gülzarın eşqinə, bir də vətən uğrunda. Hər ikisində var. Adlı xallı söz cümlənin baş üzvüdür deyir. Adlı xallı söz. Burada da birinci cümlədə heç baş üzv deyilən bir şey yoxdur. Yəni mübtəda yoxdur. Yanlış fikirdir. Nəysə cavabımız olacaq 1, 4, 5. C variantı. Belə uşaqlar. Bax, burada gördüyünüz sürət qrupumuza da qoşula bilərsiniz uşaqlar. Məsləhətlidir. İnanın ki, keçən ilki uşaqları dindirsəz, danışdırsaz, ağız dolusu danışarlar. Yəqin ki, ətrafınızda mütləq var bu qruplara qoşulanlar. Bu buraxılış üçün də var. Artıq buraxılış üçün başlamışıq. İndi də qoşula bilərsiniz. Əvvəlki dərslər, qaydlar hamısına baxa bilirsiniz. Və belə. Bütün məqamları nəzərə almaqla feillərə aid ortaq fikir seçin. İçirdi. İçirdi sözünü iki zamanda düşünəcəyik. İndiki, bir də keçmiş. İçirdi, suyu içirdi, keçmiş. Su içirdi, o içirdi, özü içirdi. Nə edirdi? İndiki zaman idi hissəcə düşünmüş ola bilər. Burada da keçirdin. Biri var ki, düşünülə bilərsiniz. Bunu üç cür düşünəcəyik. Baxın, keçirdin. Yoldan sən dünən keçirdin. İndiki zaman. Bir də var. Keçirdin. Sən uşağı yoldan keçirdin. Şuydu keçmiş zaman. Keçmiş zaman. Bir də keçirdin əmr şəklində ola bilər. Bir də əmr ola bilər bu. Yəni, bu da nəzərimiz olsun. Deməli, iki müxtəlif şəkildə düşünmək olar. İkisini də yox. İkincisini əmrdə düşünə bilərik. Birincisi ancaq zamanlarda düşünülür. Fərqi yoxdur. İstənilən halda xəbər şəklidir. İki müxtəlif zamanda düşünmək olar. Bəli, ikisini bayaq dedim. İndiki, keçmiş, bir də əmr şəklidir. Birincidə də indiki və keçmiş. Tərkibində bir leksik, bir qrammatik şəkilçi var. Bunu dəqiq demək olmaz. Çünki bu ikinci sözdə keç, keçir, keçir, din. Belə də düşünək. 3 dənə şəkilçi kimi də götürə bilərik. Yanlışdır bu. Nəysə ki, mən bu təhlil silim. Çünki təhlil bizi çaşdırmasın. Burada 2 cür təhlil var, 3 cür təhlil var. Quruluşunda həm sadə, həm düzəltmə kimi. Bəli, ırı burada ikisində də həm leksik götürə bilərsiniz, həm qrammatik. Ona görə doğrudur. Sözdə idi hissəcinin işləndiyin əmrliklə demək olmaz. Bu da doğru fikirdir. Çünki ır leksik olsa orada zaman olacaqdı. Ir leksik olmasa, zaman olsa orada idi olacaq. Nəticədə bizə nə deyirdi? Ortaq fikirlər 2, 4, bir də 5. Bu da Y variantı. 10-cu suala baxaq uşaqlar. 10-cu sualda cədvələ əsasən cəsarətlə sözünün fonetik xüsusiyyətləri ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Bu rahat sualdır. Bayaq 10-cu siniflərdə də bunu izah eləmişdim. Yazışı tələffüz arasında iki fərqli məqam var. Cəsarətlə olur da. Cəsarətlə. Belə. Deməli, doğru fikirdir. Vurğusu son hecəyə düşür, düşməz. Çünki lə vurğu qəbul etmir, bura düşür. Sözün qarşılığı olmayan 2 samitdir deyir. 2 deyil, 3 dənə samit var. Yanlışda baxaq. Sözdə yalnız açıq saitlər işlənmişdir. Bu doğru fikirdir. Açıq saitlər işlənib. A və Ə. Ahəng qanunu pozulmamışdır deyir, amma yalan deyir, pozulub. Qalın və incə saitlər var. 2 hecəsi samitlə bitir. Baxın, cəsarətlə.
Nən yox, lə daha doğrusu. Bir dənə rədd hecasıdır. Bu da yanlışdır. Deməli doğrudan 1, yanlışdan da 5-lə 6-nı götürürsüz, canınızı qurtarırsınız. C variantı. 11-ci sualımıza baxaq. 11-ci sualda deyir ki, cədvələ və nümunələrə əsasən uyğun fikirləri müəyyən edin. Ədalət qütb ulduzu kimi yerində dayanır və geri qalan hər şey onun ətrafında dönər. Heç səhv etməyən insan, heç bir şey etməyən insandır. Birinci cümləyə aid həmcins xəbərli sadə cümlədir deyir. Baxaq, dayanır nə? Ədalət, necə? Qütb ulduzu kimi, harada? Yerində. Geri qalan hər şey onun ətrafında dönür. Dönür nə? Hər şey. Hansı hər şey? Geri qalan hər şey. Harada? Onun ətrafında. Heç səhv etməyən insan, heç bir şey etməyən insandır. Kimdir? İnsandır. Kim? İnsan. Hansı insan? Heç səhv etməyən insan. Bir də hansı insandır? Heç bir şey etməyən insan. Birinci cümləyə əsasən doğru fikir. Birinci deyir, həmcins xəbərli sadə cümlədir. Yalan deyir bunu. Həm təəssüflənən, həm təəssüflənməyən feil var birinci cümlədə. Bəli, doğru deyir. Çünki burada, baxın, qalan sözü var idi. O təəssüflənən feillərdə çoxdur onsuz da 2 dənə var idi. Yalnız qrammatik mənası olan söz işlənməmişdi deyir, amma burada kimi qoşması var idi. Ona görə bu da yanlışdır. İkinci cümləyə yanlış fikirlər müəyyənləşdirəcəyik. 3 müxtəlif cümlə üzvü işlənmişdir. 3 müxtəlif cümlə üzvü. Baxırıq. Bəli, müxtəlif dediyinə görə bu doğru fikirdir. Çünki 2 dənə təyindir, bir dənə mübtəda, bir dənə xəbər. 2 təyində 1 sayırıq. O doğru fikir. Yazılışa deyiliş arasında fərqlənən söz yoxdur deyir. Bunda yalan deyir. Burada etməyən formasını deyirik, ona görə yanlışdır. Deməli, buradan doğru, doğrudan doğru, yanlışdan da yanlış 2-5 cavabını götürəsiniz. Belə, növbəti sualımıza baxaq uşaqlar. Bəzi yazıcılar romanın ictimai həyatdakı nöqsanların aradan qaldırılmasına kömək etməsini, doğru yolu göstərməsini istəyərkən, bəziləri isə romanın cəmiyyətşünaslıq kitabı deyil, bir sənət əsəri olduğunu, ondan yalnız ədəbi gözəlliyin, yəni estetik gözəlliyin gözlənilə biləcəyini irəli sürür. Cavab olacaq D variantı, belə. 13-cü suala baxaq. Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm. Kimi bivəfa dünyada gördüm, bivəfa gördüm. Bu Füzulinin Leyli Məcnun poemasındandır, amma qəzəl janrındadır. Bu Məcnunun dilindən deyilən şeirdir. Qəzəlin də ilk beytini veriblər. Sizə çaşdırıblar ki, Məsnəvi janrındadır. Amma yalan deyil. A variantıdır cavab. Məsnəvi deyil bu. Burada digər variantlar doğru fikirlərdir. Məsnəvi deyil, qəzəl janrındadır o. Sabir haqqında verilən fikirlərdən hansılar doğrudur? Palanduz imzası ilə satiralar yazmışdı. Yanlışdır. Palanduz sərlövhədir. Günəş qəzetində Palanduz hissəsində o satiralarını çap elətdirirdi. Palanduz imzası yoxdur. Səttarxana satirası. Səttarxana satira deyil. Bu yanlış fikirdir. Səttarxanı tərifləyir orada. Səttarxana satira olmaz axı. Şair uzun müddət Balaxanıda açdığı, Balaxanı deyildi, bu Şamaxı idi, yanlış fikirdir. Lirik şeirlərin birində dərdinə dərman tapılmamasını arzu edir, bəli. Deyirdi ki, mübtələ-i dərdi eşqəm, əl götür məndən təbib, eylə bir tədbir kim bu dərdə dərman olmasın. Çox gözəl beytdir. Bu doğru fikirdir. Dərdinə dərman tapılmamasını istəyirdi. Şair ölkədə və ölkədən kənarda bəzi siyasi hadisələrə öz əsərində münasibət bildirmişdir. Elə bir Səttarxana gördük. Doğru fikirdir. Cavab olacaq C variantı. Hadi qoçaqlar, baxaq görək. Qazan xanın evini yağmalanması boyunda Qazan xan qardaşı Qaragücənin yuxusunu yozumlarında verilənlərdən biri yoxdur. Bulud var, qan var, duman var, saç var, qar yoxdur. Qar götürəcəyik. İskəndərnamə əsərlə bağlı doğru deyil deyir. Əsərdə obrazların dilindən verilmiş lirik parçalar var. İlk dəfə bu Dastan Əhməd Həramidə bir dənə qəzəl verilib. Sonra Füzulinin Leyli Məcnununda var lirik şeirlər. Bir də Dəhnamədə var. 26 qəzəl var, bir mürəbbi var. Bu lirik şeirlər ilk dəfə orta dövrdədir poemaların içində. Bu dövrdə yoxdur axı. Ona görə yanlış fikir variantıdır. Poemada İskəndər 3 nəsihətnamə yazdırır. Bəli, alimlərə yazdırır. İskəndər Daranın sərkərdələrinə inanmır. Təbii ki, inanmasa da düzdür, onlara bir şans verir. Onlar da yaxşı bacarırlar, düzdür. Ölüm anında İskəndər özünü bir günlük körpəyə bənzədir. Bəli, çox da yaşasam, az da yaşasam eyni şeydir deyir. Əsərdə İskəndəri təəccübləndirən məkan təsvir olunmuşdur. Xoşbəxtlər ölkəsi var. Bəli, doğru fikirdir.
17-ci suala baxaq. Orta əsr Azərbaycan ədəbiyyatla bağlı verilənlərdən doğru olmayanı müəyyənləşdirin. Bu dövrdə irfani, fəlsəfi şeirlərinin qəhrəmanı olan aşiqin eşqi insani yox, ilahi. Baxın, aşiqlərin eşqi çox vaxt insani eşqdir. Qarşı tərəf ilahidir. Qarşı tərəf, məşuqələr ilahi olur çox vaxt. Məsələn, Füzulinin qəzəllərində belədir, Dəhnamədə belədir. Yəni, insani eşq olmayan eşq insanın özünə necə olur? Məsələn, insanlar bu qəzəlləri yazırdı orta dövrdə. Öz hisslərini ifadə edirdilər. Necə insani eşq olmaya bilər? Baxın, bu sualı çox uşaq səhv yazıb. Çox da belə kobud səhv da. Yəni, burada, bilmirəm, yəni, belə bayaq da gördüm qruplarda filan. Şeyx Səfiyyəddin Ərdəbili və Şirvaninin yaradıcılığında sufi irfani düşüncələr əksini tapıb, bəli. Apardı könlümü qəzəli ilahi məhəbbətdir, düzdür. Bu dövrdə baş qəhrəmanın ölümünə sevinən insanların təsvir olunduğu əsər yazılmışdır. Dastan Əhməd Hərami poemasında belə bir məqam var idi ki, insanların deməli Həraminin ölümünə sevinməsini təsvir edir müəllif. Və bununla da bir növ belə deyək də şərə qarşı öz fikirlərini ifadə etmiş olur. Yar Dilbər sözləri fərqli mənalar da daşıyırdı. Bəli, ilahi məzmun daşıyırdı. Bunun Nəsminin yaradıcılığını məsələn görə bilərsiniz. 18-ci sualda deyir ki, Anamın kitabı tragikomediyasının hansı qəhrəmanı bəzi xüsusiyyətlərinə görə Oqtay Eloğlu əsərindəki Aslan bəy obrazını xatırladır. Özünü müasir kimi göstərmə baxımından Rüstəm bəy deyə bilərsiniz. Bəli, uşaqlar. Belə, 19-cu suala baxaq. Uyğunluğun pozulduğu bəndi müəyyən edin. Yazıçının ideyalarının ifadə vasitəsi, təzahür forması, surət. Baxın, ideyaların ifadə vasitəsi və təzahür forması, surət, məncə bu yanlışdır. A variantı deyəcəm mən. Pozulduğu deyir çünki. Səs tərkibi etibarilə yaxın olan sözlər qafiyədir. Latın sözdür, nə bilim, əlaqə tərkib etmək kompozisiyadır. Mənası eyni cinsli deməkdir. Məsnəvi onsuz da eyni qafiyə olur. Bədii əsərdə surətin nigarançılığını, məyusluğunu da əhval-ruhiyyə ola bilər. Bu doğru fikirdir. A variantı surət deməli yazıcının ideyalarının təzahür forması deyil axı. Deməli, burada da uşaqlar, uyğunlaşdırmalıyıq Aldamış Kəvakib əsərində verilən nitqlərin kimə aitliyini. Deməli, birinci nitqdə, bu halda ki, qiblə-i aləmin vücudu ulduzların təsirindən qorxu altındadır, mənim ürəyim tavada balıq kimi büryan olur. Bəh, bəh, bəh. Axund Səməd. Axund. Sonra, imkanım qədər sizin hər birinizin nəvaziş və mərhəmət göstərmişəm. Sizdən də çox razı qalmışam, xoşlanmışam. Bunu da Şah Abbas bilir ki, artıq vəzifədən gedir. Yavaş-yavaş belə deyək də özünü şirin satırdı. Şah Abbas deyək. Gərək xalqdan heç kəs bu tədbiri bilməyən. Bunu Cəmaləddinin sözüdür. Heç kim bilməsin deyir. Mövlana Cəmaləddin, mıcı yazaq da. Deməli, elə tapacaq da. Axund Səməd, Şah İsmail, Şah Abbas. Deməli, Axund Səməd, Şah Abbas, Axund Səməd, bu cavabda yoxdur axı. A variant. Axund Səməd, Şah Abbas, Mövlana Cəmaləddin öz deyir ki, rəftarlarında heç bir qanun qaydaya əsaslanan deyildilər. Bu cür rəftar ancaq zülm və yol kəsənlərin əlidir. Bu da ki, Axund Səməd yenə belə işlər xüsusunda mənim düzgün işləyən zehnim məharət göstərir. Bəh, bəh, bəh. Necə Yəhya? A variantı, uşaqlar, A variantı. Belə, uğur olsun hamınıza. İnşallah növbəti sınaqlarda, testlərdə görüşərik.